Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti vaqon parkında ehtiyat tədbirlərini gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədi ilə bənövşəyi xəttə 5 vaqonlu qatar tərkiblərinə keçid edib. Bu barədə Bölgə TV-yə Səhmdar Cəmiyyətindən məlumat verilib. Qeyd edək ki, bir müddət öncə bənövşəyi xəttə intervalın Avtovağzal Xocasən sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, Avtovağzal 8 noyabr sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb. Sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub. Günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib, aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür. Dəyişikliyi vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanlarının genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərini daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək. Bənövşəyi xəttə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platformalarının texniki imkanlarına uyğun olaraq 7 vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək. Rəna Rövşən qızı, BTV.